Salam, hörmətli müəllimlər və abituriyentlər. Bu gün sizlərlə 2026 model suallarının izahına baxacağıq. İlk növbədə birinci reaksiyamız tarazlıq sualı ilə bağlıdır. Suallar ümumiyyətlə deyim ki, modeldə bilirsiniz, həmişə, yəni belə deyək də, tapşırıq, texniki tapşırıq olur ki, müəyyən qədər qəbuldan çətin olsun təbii ki. Ona görə də qəbuldan çətindir. Bununla təbii ki, hamı razıdır. Amma yəni gözünüz qorxmasın sualları işləyərkən. Bu o demək deyil ki, qəbul belə olacaq. Model həmişə qəbuldan çətin olur. Bunu deyim ki, yəni abituriyentlərimin, həmçinin müəllimlərin bəzən gözü qorxur modelləri görəndə. Yəni model o demək deyil ki, qəbul belə olacaq. Ondan narahat olmayın. Deməli 2x y2 plus y2 reaksiyamızı yazdıq. Sistem hal-hazırda tarazlıqdadır yoldaşlar. Və tarazlıqda olan bir sistemdə temperaturu dəyişdiyimiz zaman bilirik ki, K tarazlıq sabitinin qiyməti temperaturdan asılıdır. Və temperaturdan asılı olduğu üçün deməli tarazlıq sabitinin qiyməti dəyişməlidir. Onda mən əvvəla düşünməliyəm ki, əgər bir reaksiya tarazlıqdadırsa, mən kitabda da bu üsulu bilirsiniz ki, əksər tələbələrə də, müəllimlərə də öyrətmişəm ki, yəni bu tarazlıq, delta tarazlıq, yəni bu üsulla işləyəndə bir sistemdə tarazlıq varsa, artıq orada biz bura tarazlıq yazırıq, başlayırıq. Yəni başlanğıc delta tarazlıq kimi yox da TST qaydası ilə işləyəndə çox asan olur bu tip suallar. TST qaydası nədir? Yəni artıq biz burada əvvəldə reaksiyamız tarazlıqda olduğu üçün tarazlıq 1 və daha sonra biz tarazlıqda hər hansısa bir proses aparanda, nə bilim, qatılığı artıranda, temperaturu dəyişəndə, təzyiqi dəyişəndə biz tarazlığa əl qatmış oluruq. Tarazlığı istiqamətləndirmiş oluruq. Sağa və ya sola tarazlıq istiqamətlənir. Ona görə başlayır dəyişim gedir. Yəni reaksiya sağa və ya sola istiqamətlənir. Maddələr sərf olunur, yeni maddə yaranır. Yeni dediyim maddələrdən hər hansısa biri ya alınır, ya parçalanır və s. Və daha sonra sistem yenidən özünü tarazlığa gətirir və yeni bir tarazlıq halı yaranır. Ona görə TST qaydası bu suallar üçün ən ideal qaydadır. Deməli, 0,8 mol XY3 var, 0,4 mol XY2 var, 0,2 mol Y maddəsi var. Və yoldaşlar, burada nə məsələ var? Deməli, bizim tarazlıq sabitimizin qiyməti dedik ki, temperatur dəyişdiyi üçün tarazlıq sabitinin qiyməti də dəyişməlidir. Əgər tarazlıq sabitinin qiyməti dəyişirsə, yoldaşlar, onda belə bir məsələ deyək də, biz nəyə baxmalıyıq burada? Baxın, 1,3 mol qaz qarışığı olub sonra reaksiyada. Biz hardan bilək ki, bizim yeni, belə deyək də, tarazlığımız yaranana kimi temperaturu, belə deyək də, dəyişəndə reaksiya sağa doğru mu gedib, sola doğru mu gedib, temperaturu artırmaq yox, azaltmaq yox, nə qarıblar bilmirik. Heç bir şey bilinmir sualda. Bilinmədiyi üçün bizim eləyəcəyimiz yeganə yol molların müqayisəsidir. Mənim hal-hazırda qabımda neçə mol maddə var? 0,8 plus 0,2 plus 0,4. 1,4 mol maddə var. Bəs yaxşı, reaksiya aparılandan sonra mənim əlimdə neçə mol maddə olacaq? 1,3 mol maddə olacaq. Deməli, 1,4 mol maddə 1,3-ə düşürsə, maddənin mol miqdarının azalması o zaman bu reaksiyanın hara doğru getdiyini bizə göstərəcək. Belə ki, baxın, reaksiyanın sol tərəfində 2 mol maddə var, sağ tərəfində 3 mol maddə var. O zaman reaksiyanın düzünə istiqamətdə getməsi, 2-dən 3-ə molun artması, yəni sağa doğru düzünə gedən reaksiya molun artması ilə yekunlaşır. Yox, sola doğru getsə reaksiya 3 mol maddə 2 mol maddəyə çevrildiyi üçün molun azalması ilə gedəcək reaksiya. Mən də gördüm ki, 1,4 mol maddə var idi. 1,4 mol maddə 1,3-ə düşdüsə, mol miqdarı azaldı. Mol miqdarı azaldısa, o zaman qeyd elədiyim kimi reaksiya gərək sola doğru getsin ki, molun azalması ilə yekunlaşsın reaksiya. O zaman sola doğru gedirsə yoldaşlar, soldakı maddələr yaranmalı, artmalı, sağdakı maddələr isə, məhsullar isə azalmalıdırlar. Reaksiya sola doğru gedəcək. Bunu buradan sonra iki cür yolla getmək olar yoldaşlar. Daha sadə variantı deyim, sizə asan gəlsin. Deməli, burada əmsallar nisbətinə uyğun. Bilirsiniz ki, delta sətri həmişə əmsallar nisbətinə uyğun işləyir. Yəni, sol tərəfdə 2 olduğu üçün əmsalı bundan 2A yaranacaq, plus 2A.
Sağ tərəfdə 2x-y3 maddəsi bundan minus 2a sərf olunacaq. Bundan isə minus a qədər sərf olunacaq. Yəni burada düzdür, ümumi həcmin artıb azalması ilə getmək olar, amma molun artıb azalması ilə getmək olar. Amma yəni belə də eləsəz problem yoxdur. Bu formada yaza bilərsiniz yəni. Deməli, reaksiya sola doğru getdiyi üçün, sola doğru istiqamətləndiyi üçün soldakı maddələrin mol miqdarı artır. Yəni plus 2a yazırıq əmsalına görə. Buna 2 olduğu üçün əmsalı minus 2a yazırıq. Y-ə isə yenə də minus a yazırıq. Reaksiya sola getdiyi üçün soldakılar nisbətlər qanununa görə artır, sağdakılar isə azalır. Və x-y3-ün mol miqdarı olacaq yekun olaraq 0.8 plus 2a, x-y2-nin mol miqdarı olacaq 0.4 çıx 2a, y-in mol miqdarı olacaq 0.2 çıx a. Deməli, bu əldə olan yekun mol miqdarlarının üçünün cəmini bərabər eləyəcəksiniz yoldaşlar. Deməli, 1,3-ə. Bunu 1,3-ə bərabər eləyəcəksiniz. İndi bunu 1,3-ə bərabər eləyəndən sonra A-nın qiymətini buradan deməli 0,1 tapacaqsınız yəqin ki. Amma indi bir məsələ deyim. Burada dediyim bu yolu da yadda saxlayın. Eyni qaydada bu yol kiməsə uzun gələrsə, mən bilirsiniz sualları bir yolla həll eləməyi xoşlamıram. Yəni maksimum nə qədər yol varsa deyirəm ki, kimə hansı asan gəlir, onu işləsin. Bu reaksiyada gördünüz ki, yoldaşlar 2x-y3 var idi. 3 də sağda 2 mol x-y2, 1 mol da y2. Yəni solda 2 mol maddə var idi, sağda 3 mol maddə var idi. O zaman reaksiyanın gedişi zamanı 2 mol maddə 3 mol maddə çevrilirsə 1 mol dəyişim baş verir burada. 1 mol sola doğru gedəndə azalma, sağa doğru gedəndə artım baş verir də 1 mol. O zaman yazaq ki 2 mol x-y3 maddəsi reaksiyaya daxilən, bax dediyim kimi bayaqki yolda cəmləyib 1,3-ə bərabər edib A-nı tapırsınız. Bu birisi yolda isə 2 mol x-y3 maddəsi parçalananda azalma 1 mol olur. Nə qədər x-y3 maddəsi parçalanıb ki, azalma 0,1 olub. 1,4-dən 1,3-ə düşüb. O zaman buradan taparıq ki, 0,2 mol x-y3 maddəsi parçalanıb. Yəni bu yolla da eləyə bilərsiniz, neçə mol parçalandığını tapmaq üçün. Dediyim bu yolla da eləyə bilərsiniz. Hansı sizə asandırsa, həmin yolu seçə bilərsiniz, yoldaşlar. Deməli, 0,2 mol x-y3-ün parçalandığını tapdıq. Eyni qaydada burada da A-nı 0,1 tapsaydıq, daha doğrusu parçalandığı dedim, yarandığını daha doğrusu üzrü sayın. Yarandığını. 2 mol x-y3 yarananda, sola doğru gedəndə 1 mol deməli azalma olur. 0,1 mol azalmaya da 0,2 mol x-y3 yaranmışdır. Bu qədər yəni. Burada da A-nı 0,1 tapacaqdınız. Elə A-nın yerinə 0,1 qoyanda 2 vuraq A, bu da 0,2 eləyəcəkdir. Yenə də 0,2-ni tapdıq. Hər iki yol deyirəm ki, hansı abituriyentə, hansı müəllimə, hansı yol asan gələrsə, həmin formada sualı işləyə bilər. İndi bunun yerinə 0,2 qoyanda, bu da 0,2, bu 0,1 eləyir. Bunun yerdə qalanı 0,6, bunun yerdə qalanı 0,2, bunun yerdə qalanı 0,1 olacaq. Daha sonra yoldaşlar. Daha sonra dərsim var idi. Deməli, biz burada nə etməliyik? K tarazlıq sabitinin qiymətini istəyir bizdən. Tarazlıq sabitinin qiymətini tapmaq üçün də yoldaşlar, bilirsiniz ki, sağı sola, yəni K tarazlıq tapmaq üçün məhsulların qatılığını, yəni 0,da təbii ki, həcm 1 litrdir. Bu mütləq və mütləq nəzərə alınmalıdır. Həcmin 1 litr olduğu mütləq nəzərə alınmalıdır yoldaşlar. 0,1 litr olduğu üçün hamısını 1-ə böləcəyik. Yəni böldük, bölmədik bunun fərqi yoxdur, eyni şeydir. Amma mütləq sualı siz görəndə 1 litri işarəliyə alın ki, həcm 1 litrdir. Yəni bundan canımız tutardı. Amma 2 litr olsaydı böləcəkdik. Təbii ki, fərqli cavab olacaqdı. K tarazlıq bərabərdir. 0,1 vurulsun 0,4, yəni 0,2-nin kvadratı, bölək burada plus 0,2 yazdım. Bir dəqiqə gözləyin. Bunu 0,6 bir dəqiqə. Bu plus 0,2 minusuydu. Buna 1 mol 0,2, 0,1.
Hə, bu 1 mol idi də yoldaşlar. Axı sola doğru getdiyi üçün bu yaranır. Bunlar da sərf olunur. Deməli, K tarazlıq bərabərdir. K tarazlıq bərabərdir. 0,1 vurulsun 0,4 bölünsün 1. O da bərabərdir 0,4. Deməli, buradan belə bir nəticə gəldik ki, yoldaşlar, temperaturun dəyişməsi tarazlıq sabitinin qiymətinin dəyişməsinə səbəb olacaq. Buna mütləq və mütləq diqqət edin. Və tarazlıq sabitinin də hansı tərəfə doğru istiqamətlənməsi, bu artıq, daha doğrusu, yəni tarazlığın hansı tərəfə doğru istiqamətlənməsi, bu artıq mol miqdarına görə müəyyən olunur ki, sağa mı gedəcək, sola mı gedəcək? İkinci sualımızda, yoldaşlar, deməli, rabitələrin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların ümumi sayı, karbonun rabitələrin əmələ gəlməsində iştirak edən, deyir ki, deməli, hibrid orbitallarının sayı. Yoldaşlar, bunu necə eləyə bilərik, bu tip sualı? Baxın, burada hər bir maddə üzərində ayrıca, tutaq ki, burada 6 dənə maddə veriblər. 6 dənə maddə üzərində siz onu imtahanda yazsaz, vaxt çatdıra bilməzsiniz. Və müəllimlərin də imtahandan çıxanda mənə dedikləri ən böyük problem vaxt çatdıra bilmədik. Şagirdlərin də müəllim çətin idi, vaxt çatdıra bilmədik. Bu problemi hamı dilləndirir. Çatdıra bilməzsiniz də, çünki sualları işləyəndə görürəm, müəllimlərdə də, abituriyentlərdə də çox uzun yolla işləyirlər. Pratik yollar istifadə eləmirlər. Birinci növbədə demişik ki, yoldaşlar, qeyri-hibrid orbitalların tapılma qaydası. Baxın, qeyri-hibrid orbitalların tapılma qaydası nədərdir? Qeyri-hibrid orbitallar karbohidrogenlərdə hidrogenlər hibridləşə bilmədiyi üçün, ümumiyyətlə hibridləşmə nədir? Baxın, mən burada ümumiyyətlə belə deyim də, məqsədim sualı izah eləmək deyil. Ümumi olaraq hər bir sual haqqında ümumi məlumat verməyə çalışıram ki, bu sualın başqa forması qəbulda qabağınıza çıxa bilər də. Hidrogen niyə hibridləşmir? Hibridləşmə ümumiləşmə deməkdir. Yəni, bir neçə fərqli enerjiyə, fərqli formaya malik orbitalın ümumiləşərək eyni enerjiyə, eyni formaya gəlməsi deməkdir. Bir növü, doğru formada desək. Axı, hidrogen yazığın bir dənə orbitalı var. Bir S orbitalı var da. Bu yazıq nə ilə hibridləşə bilər axı? Hibridləşmə hidrogenden uzaqdır yəni. Hibridləşmək üçün ən az 2 orbital lazımdır ki, 2 müxtəlif orbital hibridləşib, ümumiləşib yeni bir ortaya bir şey ərzi getirsinlər. Ona görə hidrogen hibridləşə bilməz. Bu uzaqdır bu anlayışdan. Hidrogen həmişə qeyri-hibrid olur. Yaxşı, başqa bəs karbohidrogenda hidrogen qeyri-hibriddir. Bunu başa düşdük. Bəs başqa nə qeyri-hibrid var? Karbohidrogeni tanımırıq biz. Bəlkə bu alkandır, bəlkə alkendir, bilmirik. Karbohidrogenda qeyri-hibrid orbital pi rabitə pp orbitallarının perpendikulyar örtülməsi sayəsində yaranır. Yəni, pi rabitə yarananda karbonlar qeyri-hibrid p orbitallarını istifadə edirlər. Onda hidrogenden əlavə karbonun qeyri-hibrid p orbitalları da pi rabitəyə sərf olunur. Pi rabitən kim istəyir yəni? İndi gəlin oxuyaq sualı bir dənə. Rabitələrin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların ümumi sayı. Bax, qeyri-hibrid orbitalların ümumi sayı 2A'dır. Karbonun rabitələrin əmələ gəlməsinə iştirak edən qeyri-hibrid orbitallarının sayı A'dır. Yəni, bu 2A'nın, yoldaşlar, bu 2A'nın A qədərini karbonun deyir qeyri-hibrid orbitalları istifadə edir. Yəni, 2A'nın A'sı karbondan gələn qeyri-hibrid orbitallardırsa, 2A'nın A'sı bunun payına düşürsə, qalan A'sı hidrogenin payına düşür də. Elə olmur? Elədir. Deməli, belə çıxır ki, 2pi əgər hidrogenin sayına bərabərdirsə, onda mən buradan belə necə gəlirəm ki, 2pi rabitən kim istəyir? Hidrogenin sayıdırsa əgər, deməli, hidrogenin sayını 2-yə böləndə pi rabitəni verməlidir. Yəni, hansı molekuldakı pi rabitənin 2 misli qədər hidrogen var, molekuldakı pi rabitənin 2 misli qədər hidrogen var, o molekul bizə yarayır. Baxın, arkadaşlar, mən burada uzun-uzadı sizə izah eləməyə çalışıram. Sualın məğzini vaxt aparır. Siz bunları görən kimi tutsaz 6 dənə, 7 dənə molekul verə bilər sizə. Bir neçə molekul verə bilər. Hər birini imtahanda yazmaq vaxt israfıdır. Olmaz belə şey. Ona görə də nə etməlisiniz? Pi rabitənin 2 misli hidrogenin sayını verməlidir. Məsələn, propini yazıram. Propində
C3H4. Neçə dənə pi rabitə var propində? 2 dənə pi rabitə var. Pi rabitə 2 dənə, pi rabitənin 2 misli. 2 vur 2, 4. Hidrogenin sayını verdi mi? Verdi. Yarı yer mənə propin. Asetilin 2 dənə hidrogeni var, 2 dənə pi rabitə yaramır bizə. Etilin bir dənə pi rabitə var, 4 dənə hidrogen var. Yaramır bizə. Yəni hidrogen pi rabitənin 2 mislinə bərabər olmalıdır. Bu qədər yoldaşlar. Benzolda, indi düzdür, biz artıq onun müasir təsəvvürlərə görə bilirsiniz ki, nüvə formasına qeyd edirik, amma yəni indi 3 dənə pi rabitə var idi da, elə yazırdıq əvvəllər. 3 dənə pi rabitə kimi düşünsək və pi rabitənin 2 misli 6, o da bərabərdir hidrogenin sayına 6-ya, benzolda da bizə düzgün gəlir. Görürsünüz yoldaşlar, sualların hər birinin qısa yolunu bilməlisiniz. Sualları qəti surətdə uzun yolla işləmək olmaz. Gəldik 3-cü sualımıza. Deməli, 3-cü sualımızda bərk qalıq, baxaq görək. Deməli, kalsium karbonat və kalium hidrokarbonat qarışığını qızdırıb parçalayacağıq. Kalsium karbonat, kalsium O plus karbon qazı və kalium hidrokarbonat qızdırıldığı zaman parçalanır. Kalium 2, kalium oxşamadı. Plus CO2 plus H2O. Deməli, yoldaşlar, burada baxaq, görək, əmsallar 2-ni bura ataq, başqa heç nə ehtiyac yoxdur da məncə. Aha. Deməli, burada baxaq, qarışığın ümumi kütləsi 90 qram idi. Reaksiyadan sonra bərk qalığın kütləsi 70,6 qram qalıb. Yaxşı, 90-dan 70,6-nı çıxanda 19,4 qalır da məncə. 19,4 qalır məncə, dəqiq olsun. 19,4. Deməli, yoldaşlar, burada 19,4 qram bərk nümunə kütləsi azalmaya uğrayıb. Bərk nümunə kütləsi niyə azalır? Niyə? Çünki bərk nümunəni, bax bunu parçalayanda bərkdən əlavə qabdan qaz və su buxarı ayrılır. Qabdan ayrılan qaz və su buxarı bərk nümunə kütləsinin azalmasına səbəb olur. O zaman mən həmin o karbon qazı və su qarışığının hesabına bərk nümunəmin kütləsini azaltmalıyam. Yaxşı, burada mənim əlimdə karbon qazının, suyun da miqdarı varmı? Var. O zaman 4N karbon qazı vurulsun 44, üstə gəlinsin, su 18 vurulsun N. O da nə yazdım? 4N, hə də 4N, 4N elə yazmışam, oxuya bilmirəm. 4N, hə, biraz. 4N vur 44, üstə gəlinsin 18N. Bu bərabərdir 19,4-ə. Deməli, 4 vur 44, 176, üstə gəlinsin 18, eləyir 194N bərabərdir 19,4-ə. N də bərabərdir 0,1-ə. Yoldaşlar, indi burada N'in qiymətini biz harda istifadə eləməliyik? Baxın, N 0,1-dirsə, karbon qazı hər ikisindən ayrılır. Ona görə karbon qazından işləmək doğru olmaz. Və plus da karbon qazından işləmək nə problem yarada bilər burada? Qarışıqdakı kalium hidrokarbonatın 50% parçalanıb. Amma kalsium karbonatın nə qədəri parçalanıb bilinmir. Bəzən yoldaşlar çaşırlar. Baxın, sualın üstündə yenə geniş dayanacağım. Karbon qazından işləməyə çalışırlar. Ən böyük səhv hardadır? Çoxu yoldaş düşünür ki, səhv harda deyirlər, cavabı ala bilmirlər. Bir karbon qazından bir sudur, düzdürmü? Onda N su varsa N karbon qazı var, düşünür ki. Və 3N də burada karbon qazı var burada. N suya N karbon qazı, 4N'dən N'i burada, 3N'i də buradadır. 3N karbon qazı tapdığı üçün gəlir buradan da 3N bunu tapır, elə bil ki. 3N mol bu, 3N mol bu. N də sonra bir tapır kalsium karbonatın kütləsini 30 qram olur, cavab səhv. Niyə? Çünki kalsium karbonatın hamısının parçalandığı ilə bağlı bir məlumat varmı? Yoxdur. Kalsium karbonat tamamilə parçalanmayıb bəlkə. Bəlkə parçalanmayıb, hər halda parçalanmayıb ki. Amma yəni elə bir məlumat olmasa, biz durub kalsium karbonatı buradan tapa bilmərik. Tapdığımız kalsium karbonat parçalanan kalsium karbonat ola bilər. İlkin qarışıqdakı olmaz. O səhvə yol verməmək üçün. Nə edirik yoldaşlar?
Nə verilibsə onun üzərindən işləməyə. Özümüzdən, yəni Amerika kəşf edib gedək buradan tapaq olmaz. O yolları işləyən uşaqlar qarşımda bəzən görürəm hansı səhvlərə yol verirlər. Deməli, burada yoldaşlar, burada en qədər su, en qədər su alınıbsa. Bu su sadəcə kalium hidrokarbonatdan alındığı üçün eni artıq tapmışıq. Enin yerinə qoyacağam artıq qiyməti. 1H2O 2 kalium hidrokarbonatdan alınırsa 0,1'i X'dən alınır. X bərabərdir 0,2. Deməli mənim 0,2 mol kalium hidrokarbonatım var. 0,2 mol kalium hidrokarbonat. Bunun emeri 100'dür. Emeri 100 olduğu için 0,2 molu 20 gramdır. 20 gramdır. Ve 20 gram kalium hidrokarbonat var. 20 gram kalium hidrokarbonatı da yazılıb ki burada 50% parçalanırsa 50% parçalanırsa yani 50% 20'dirsə bunun 100% hamısı nə qədərdir? O deyir 40 gram. İlkin qarışıqda 40 gram kalium hidrokarbonat var imiş. Bu 40 gramdırsa cəm 90 idi axı. Buna da qalır 50 gram. Bura qədər. İnşallah ki problem olmaz. Bir dəqiqə. Hə. Davam edək yoldaşlar. Növbəti sualımıza. Bu da oldu 50 gram. Doymuş alifatik, doymuş bir əsaslı alifatik deməli. Bunu da rahat işləyək. Hə. Deməli, alifatik karbon turşusu X anhidridinin molekulunda atomların sayı. Birinci növbədə bu məlumatda qeyd edeyim ki, sizə kömək olsun. Yeganə turşularımızdan qarışqa turşusu idi ki, bu turşunun anhidridini yarada bilmirdik. Qarışqa turşusunun anhidridi yoxdur. Ona təsir eləyəndə higroskopik maddə ilə CO yaranır. O da anhidrid deyil. Karbonat turşusunun, qarışqa turşusunun anhidridi deyil. Diqqətli olmaq lazımdır. Yəni bundan bağlı sual ola bilər. Gəldi indi. Deməli, qarışqa turşusu olma ehtimalı yoxdur zaten dedik. Doymuş bir əsaslı alifatik karbon turşusu nədirsə, anhidridinin molekulunda atomların sayı 19'dur. Yoldaşlar, anhidrid necə yaranırdı? Karbonat turşusu deməli, karbonat turşusu. Baxın, gəlin istəyirsiniz bura yazın mən bunu. RCO OH eyni qaydada RCO-OH. 2 dənə karbonat turşusunu yazdım. Bu karbonat turşusunun birindən H, birindən OH belə ayrılırdı. Yerdə qalan hissələr calaşırdı bir-biri ilə və alırdıq anhidrid. Deməli belə çıxır ki, anhidrid 2, yəni 1 molekul anhidrid 2 molekul karbon turşusunun 1 molekul su itirməsindən yaranıb. Yəni 2, bura yazıram. CN, H2N, O2 karbonat turşusu görüşəndə bir dənə anhidrid plus bir də su ayrılır yoldaşlar. O zaman anhidridin üstünə 19 atom varsa əgər anhidriddə suyu da gələcəm, plus 3'ü də gələcəm, olacaq 22 atom üzrürsən. Olacaq 22 atom. 22 atom anhidrid plus su. O zaman bu 22 atom hardan gəlmişdi? 2 karbon turşusundan. Burada 22 atom varsa hərəsində 11 atom olmalıdır. Hərəsində 11 atom var deməli. Hərəsində 11 atom varsa deməli 3N plus 2 atomların cəmi bərabərdir 11'ə, 3N bərabərdir 9'a, N bərabərdir 3'ə. N də 3 olan yoldaşlar kimdir? Propan turşusudur. Bu da belə. Gəldik növbəti sualımız. 5-ci sualımızda deməli nə var yoldaşlar? Nitrat parçalanır. X plus Y plus Z reaksiyası nəticəsində alınmış qaz qarışımı qazlarından birinin mol miqdarı digərindən 4 dəfə çox olarsa X hansı maddələr ola bilər? Mən deyərdim ki, belə sualları mən şəxsən abituriyent olsam, imtahanda belə bir sual qabağıma çıxsa məsələn, nə düşünərəm? Ən azından hər şeyi parçalamağa vəzinə, hər bir madəni parçalayıb vaxtımı israf eləməyə vəzinə imtahanda bir məntiqi yol tapmağa çalışaram sual üzərindən. Ki, məsələn,
Baxıram ki, 1-4 cavabı məsələn var, 1-4 cavabı var. 1-4 cavabını göydə silərəm məsələn. Görən kimi silərəm 1-4 cavabını. Ola bilməz. Niyə ola bilməz? Gümüş, argentium, NO3-ün parçalanması ilə sizcə civə NO3-2-nin parçalanmasından eyni qədər qaz ayrıla bilərmi sizcə? Nisbət eyni ola bilərmi? Burada ekvivalentlidən söhbət gedir. Burada bir valentdən söhbət gedir. Yəni bunu görən kimi silmək lazımdır ki, gümüş də civəni parçalayıb vaxt israf eləmək vallahi mənə elə gəlir ki, bu bölmədən anlayışsız olmaqdır. Elə deyil? Yəni buna bir də nə mənası var ki, buna vaxt israf eləyəsiniz siz? Gümüş, bu da civə. Eyni formada bir gümüşə bir NO3 düşür, bir gümüşə 2 NO3 düşür burada. Təbii ki, ikisində də nə mənada deyir, amma ikisində də axı sərbəst metaldır, gümüşdür, bir də civədir. Qalan NO3-lər ayrılacaq. Burada bir NO3 var, burada 2 NO3 var. Ona görə gümüş və civə olan cavabı atdım getdi. 2 ilə 5 cavabı cavabda mütləq olmalıdır. Niyə olmalıdır cavabda mütləq? Cavabda mütləq niyə olmalıdır? Bax, mis O, bilirsiniz ki, mis pasiv metal olduğu halda orta aktiv metallar kimi parçalanır. Mis oksid NO2, O2 kimi parçalanır. Sink də orta aktiv metaldır. Bu da sink oksid NO2, O2 kimi parçalanmır mı? İkisi də eyni valentli. Yəni bunu mən MO kimi göstərsəm ki, mən nə deyə bilər ki? MO. İkisi də eyni formada parçalanır, eyni valentli metal. Onda 2 və 5 cavabı mütləq cavabda olmalıdır da. 2 və 5 cavabı olan 2, 3, 5. Şu qutarı getdi. Lap ürəyində qalmasın deyə alüminium kloru parçala yoxla. Amma ən azından 1-4-ü sildin, 2-5-in olduğuna əminsən, qalır heç olmasa ən azından birini yoxlamaq sənə. Diqqətli olmaq lazım. Belə məsələlərdə yəni parçalayın, yoxlayın ki, yəni 4 NO2, 1 O2 olmalıdır. Sual sadə sualdır. Amma yəni bu tip sualları işləyəndə imtahanda vaxta qənaət eləməyi bacarmalısınız. Vaxta. Çünki siz orada bilirsiniz ki, vaxtla yarışırsınız da yəni. Daha sonra növbəti sualımız 6-cı sualda, bu bəsit sualdır. Deməli, əgər bilirsiniz ki, birinci növbədə bunu deyim. 1 mol H müsbət ilə 1 mol OH mənfi deməli neytrallaşır və H2O əmələ gətirir. Yəni bu reaksiya 1-in 1-ə nisbətində gedir. Onda 1 mol suyun yaranması üçün deməli 1 mol H müsbət lazımdır bizə. Onda burada N3 1'dir. N2 3 mol su olduğu için 3 moldur. 2 ise 2 su olduğu için 2 moldur. 2, 3, 1. Bunu da müqayisə edib yazırıq. Gəldik 7-ci sualımıza. Deməli, burada yaxşı olar ki, biraz elə bil bu tərəfdən başlayaq. Bu tərəfdən deyəndə, yəni sualın arxasından buradan başlayaq, yəni sualı işləməyə. Deməli, burada yoldaşlar C4H10 bu oksidləşdiyi zaman bilirsiniz ki, çevrilir sirkə turşusuna. Deməli, sirkə turşusu yazaq bura CH3COOH. CH3COOH. CH3COOH-ı nəyin üzərinə CO gəlib alırıq? CH3OH-ın üzərinə. Deməli, bu da oldu CH3OH. Elə oldu da. Bu da oldu CH3OH. Deməli, CH3OH plus CO bunu aldıq. Bu oksigen biraz yarım yamalaq düşüb, nəsə. Deməli, CH3OH. Daha sonra yoldaşlar, X nədirsə, X-in üzərinə natrium OH gəlmişik. Natrium OH gələndən sonra aldığımız maddədən biri CH3OH olub, biri Y olub. Y də daha sonra sulfat turşusu ilə reaksiyaya daxil olub, oradan yaranan TMSOH2 ilə karbon qazı yaradıb. Bax, burada MiSOH2 ilə reaksiyadan karbon qazı yaranırsa, burada ağlımıza nə gəlir yoldaşlar? Gərək X. HCOO natrium olsa, daha doğrusu mürəkkəb efir olsa X. Mürəkkəb efirin qələvi mühitdə hidrolizindən bir spirt alınırdı, bir də turşu alınırdı, duz alınırdı daha doğrusu. Duzun da turşu ilə reaksiyasından sulfat turşusu həmin o üzvi turşunu sıxışdırıb çıxarar, alınar buradan üzvi turşu da oksidləşər, alınar buradan karbon qazı. Onda oksidləşə bilən üzvi turşu kimdir?
Yəni mis OH2 ilə gümüş yüzlü reaksiyasına həmçinin girə bilən üzvi turşu lazımdır mənə. Kimdir bu üzvi turşu? Qarışqa turşusu. Deməli, mənim burada T maddəm qarışqa turşusu olmalıdır. HCOOH. T'nin qarışqa turşusu olması üçün Y-in qarışqa turşusunun duz olmasına ehtiyacım var. Y yəni nə olmalıdır? HCOO natrium olmalıdır ki, üstünə sulfat gələndə oradan üzvü turşunu sıxışdırıb çıxarsın, qarışqa turşusu alınsın oradan. O zaman X-in də nə olması lazımdır yoldaşlar? Qarışqa turşusuyla metil spirtinin mürəkkəb efir olması lazımdır. Yəni HCOOCH3. Belə. Belə bu formada mənə elə gəlir ki, hamısı yeri-yerinə oturur. Elə deyil. Deməli, burada cavabımız nə olacaq yoldaşlar? Cavabımıza baxaq indi. 7-ci sualda bir Y-dən T-nin alınması oksidləşmə reduksiya reaksiyasıdır. Y-dən T-nin alınması yox. Sulfat turşusu digər turşunu sıxışdırıb çıxarır. Belə sıxışdırıb çıxarma reaksiyaları, yəni mübadilə bu tip reaksiyalar redoks reaksiyaları deyil. Daha sonra Z-dən L-in alınması oksidləşmə reduksiyadır. Arkadaşlar Z-dən L-in alınması bu oksidləşmə reduksiya reaksiyasıdır. Bəli, çünki burada CO-da karbonun oksidləşmə dərəcəsi müsbət 2-dir. CH3COOH-dakı burada bu funksional qrupdakı karbonun oksidləşmə dərəcəsi isə -2, -1, bu da müsbət 3-dür. Bu müsbət 2-dir, bu müsbət 3-dür. Karbonun oksidləşmə dərəcəsi dəyişdiyi üçün bu reaksiya redoks sayılır. Daha sonra X və L izomerdirlər. X kimdir? X deməli bizim 2 karbonlu mürəkkəb efirimiz. L isə 2 karbonlu karbon turşumuz. Turşu ilə mürəkkəb efir izomerdir. Doğrudur. 3 doğrudur. Y maddəsi gümüş yüzlü reaksiyasına daxil olur. HCO natrium. Deməli HCO natrium. Bu maddəyə bu tərəfdən baxanda aldehid qrupu var və ona görə də gümüş yüzlüyə daxil ola bilər. 2, 3, 4. Elə cavab var? Var elə cavab. Polyak konvertasiya bərabərdir. X və L təbii ki, daha səhv olacaq onda. 2, 3, 4 çıxıbsa artıq cavab. X və L molekulunda polyar kovalent rabitələrin sayı bərabərdir. Yoldaşlar, yadda saxlayın ki, mürəkkəb efirlə karbon turşusu izomer ola bilər. Amma onların polyar və qeyri-polyar rabitə sayı eyni olmur. Niyə eyni olmur? Çünki karbon turşusunda, məsələn, adi sirkə turşusunda buradakı rabitə qeyri-polyardır. Amma bunu mürəkkəb efir eləyəndə bu karbon gələndə bura qeyri-polyar polyara çevrilir. Ona görə də mürəkkəb efir karbon turşusuna çevriləndə polyarların sayı deməli azalır, qeyri-polyarın sayı artır. Buna diqqət etmək lazımdır. Heç vaxt izomer olsalar da o şey bərabər olmur mürəkkəb efir karbon turşusu məsələsində. Diqqət etmək lazımdır buna. Daha sonra növbəti sualımız. Deməli, reaksiya daxil olan maddələr, molekulun hidrogen atomlarının sayı və reaksiya daxil olan burada da yəni belə deyim də, bu tip suallarda həmişə bir qayda deyirəm şagirdlərimə də ki, yəni fikir verin və hansı qaydaları ki, daha çox vurğulayırıq fikir verirsiniz. Oradan ya təbii ki, modeldə ya və s. Çünki məsələn, mən özüm sual tərtib eləyəndə hansı qaydaları daha çox deyirəmsə və bilirəmsə ki, harda daha çox problemlər var və s. Oradan daha çox sual tərtib etməyə çalışıram həmişə, kitablarda və s. Ona görə çalışın ki, müəllimlər nə qayda deyirsə, o qaydalara diqqət edin. Əzbərləməyin, anlayın, hiss eləyin. Qayda əzbərlənəcək şey deyilmir, hiss olunmalıdır qayda. Onu anlayaraq hiss eləməlisən də nə demək lazımdır, nə demək istəyir bu qaydada. Nədir yoldaşlar bu demək istədiyim şey? CnH2n O2 bizim bir əsaslı karbon turşumuzdur. CnH2n plus 2 O isə bizim bir atomlu spirtimizdir. Doymuş bir atomlu alfatik spirtimiz. Və diqqət eləsək, eyni sayda karbona malik olan
turşu ilə eyni sayda karbona malik olan spirt, doymuş bir əsaslı. Deməli, turşu ilə bu spirt deməli, turşu ilə bu spirt. Eyni sayda karbona malikdirsə, avtomatik olaraq bizim bu spirtimizdəki hidrogenlərin sayı 2 vahid çox olur turşudan. Diqqətlə baxın. Turşudakı hidrogenə nəzərən spirtdəki hidrogenin sayı plus 2. 2 vahid çox olur yoldaşlar. 2 vahid çox olur. Bu yəqin ki, hamıya aydındır. Mənə isə sualda molekulunda deyir 4 vahid çox olsun. O zaman mən bu molekula hidrogenin sayını 2 vahid artırmaq üçün yoldaşlar, baxın, biz heç vaxt bir molekula özümüzdən 2 dənə hidrogen, bir dənə karbon keyfimizə görə artıra bilmərik. Əgər artırırıqsa bir molekula həmişə ancaq CH2-lər artıra və ya CH2-lər azalda bilərik. Yəni təkcə hidrogen əlavə eləmək molekula, təkcə karbon əlavə eləmək, keyfə görə belə şey eləmək olmaz. Molekula homoloji fərqlər kimi, yəni CH2-lər artıra bilərsiniz, CH2-lər azalda bilərsiniz molekuldan. Tək hidrogen artırmaq anlayışı yoxdur ki. Ona görə buna mən əgər 2 hidrogen zaten qabaqdaydı bu ondan. 4 hidrogen qabaqda olmasını istəyirəmsə, plus 2 hidrogen də artırmaq üçün o zaman karbonun sayını bir vahiddə artırıram. Yəni bunu Cn plus 1 eləyirəm ki, bir hidrogen, bir karbon da artırıram ki, hidrogenin sayı 2 vahid hidrogen artsın. Yəni hidrogenin sayı 2n plus 4 olsun. Deməli, karbon turşusu ilə spirt bərabər karbonlu olanda 2 hidrogen artıq olurdu. Və biz bir CH2 də spirti artırdıq ki, qoy 4 hidrogen ondan qabaqda olsun. Bu qədər yoldaşlar. Bundan sual demək olar ki, hazır olur artıq. Və molekulun hidrogen atomlarının sayı, reaksiya daxil olan maddənin kütləsi 24, alınan efir. Yoldaşlar, burada deməli bir əsasda karbon turşusu. Bura yazıram. Karbon turşusu, lap elə şeylə yazım qoy, formulundan yazım qoy. CnH2nO2 karbon turşusu üstə gəlinsin, spirt. Heç onu da yazmayaq. Heç onu da yazmayaq. Gəlin. Karbon turşusu çevrilir nəyə? Efirə. Çünki karbon turşusunun kütləsi var əlimdə. Bir də efirin kütləsi var da. Özümü niyə yoruram ki? Karbon turşusu bir də efirin kütləsi var. İndi burada efir yazıram. Bax, efirlə, yenə də efirlə də özümü yormayacağam ki, efirin nə bilim, nəyi var idi, nəyi yox idi. Onunla da özümü yormayacağam. İmtahanda axı bu, imtahandayıq biz. Yəni əlavə çaba göstərməyək. Efir yazdım burada. CnH2nO2'nin emeri nə qədərdir yoldaşlar? 14n plus 2 bunun 2 nədir? 14n plus 32 bunun emeridir. Bəs efirin emeri nə qədərdir? Efirin emeri nə qədərdir? Bax, 14n plus 32 bu üstə gəlinsin. Üstə gəlinsin. 14n plus 18 mənim spirtimin emeri değildi mi? Spirtimin idi də bayaq. Mən bunu bir CH2 də artırdım, artıq götürdüm deyə 14 də artırmalıyam da, yəni. Hidrogen karbon n plus 1 oldu, hidrogen 2n plus 4 oldu da. Bir 14 də artırmalıyam. Bir CH2 qədər artırdım axı mən bunu. 14n plus 32 də bu olacaq. Deməli, 14n plus 32 spirtlə 14n plus 32 mənim karbon turşum, spirtimdən karbon turşum, ikisi görüşdülər. Yəni ikisini cəmləyəndə 28n plus 64, ikisini cəmləyəndə və onlar görüşəndə aradan bir su çıxmırmı? Çıxır da, düzdür. Ona görə də çıx 18. Yəni 28n plus 46. Bunun emeridir. Bunun üstünə 24, bunun üstünə də 40,8 yazıb həll eləyirik. Buradan da n bərabərdir, n bərabərdir. Efir molekulunda neçə karbon atomu var? Bu tənliyi həll eləmək lazımdır. Buradan deyəsən n yadımdan çıxıb neçə çıxır? N-i tapırıq buradan yoldaşlar. İstəyirsinizsə tapaq. Vaxt sərf eləməyə dəyməz də. Yəni bu tənlik mənə elə gəlir ki, artıq 4-cü qruplar üçün elə-belə bir tənlikdir. Buradan n-i tapırsınız yoldaşlar. N-i tapandan sonra da n-in qiymətinə görə avtomatik olaraq işləyəcəksiniz, yəni. Belə. N-in qiyməti neçə olacaq?
Deyəsən. N'in qiyməti desəm 5 olur, nə olur buradan? 5 olursa da N'in qiyməti 5 olursa da 3M plus 2 də efir molekulunda yox. N'in qiyməti. Nəsə olursa bunu artıq buradan taparsınız N'in qiymətini yadımdan çıxıb. Dəqiq nəsə də hesablamağa da bu dəqiqə vaxt getməsin. N'in qiymətini tapırsınız və tapdığınız N'in qiyməti karbon turşusundakı deməli karbonun sayıdır və buradakı karbonun sayı neçədirsə, buradakı karbonun sayını da təbii ki üstünə 1 gəlirsiniz və efirin karbon sayını tapırsınız. Bu qədər yəni. Bu qədər o cavabımız buna uyğun tapılır. Belə. Belə yoldaşlar, belə. Gəldik 9-cu sualımıza. Dissosiasiya mərhələsinin sayı cavablarda normal duzlardır yoldaşlar. Normal duzları cavablarda və deməli normal duzlarımızın hamısı bir mərhələdə dissosiasiya edir. O zaman A1-dir. Normal duzlar bir mərhələdə dissosiasiya edir. A-nı 1 tapdıqsa o zaman bu A da 1 olmalıdır. Hidroliz mərhələsinin mümkün sayı 1. Deməli bir mərhələdə hidroliz eləyirsə yoldaşlar, o zaman bizim zəif əsasımız və ya zəif turşumuz gərək bir əsaslı, bir turşulu olsun ki, bir mərhələdə geçsin hidrolizdə. Çünki məsələn, dəmir xlor 2-dən danışırıqsa, dəmir zəif əsasın katyonu olduğu üçün bu iki mərhələdə, yəni birinci mərhələdə dəmir OH xlor, sonra dəmir OH2 çevriləcək. Ona görə də zəif əsasın katyonu varsa, əgər o belə deyək də, bu əgər müsbət 2-dirsə, o zaman zəif əsasımızın katyon hissəsi. O zaman 2 mərhələdə hidroliz eləyəcək. Ümumiyyətlə hidroliz necə baş verir? Yəni bunu bir dənə hiss eləyək ki, dəmirimiz gəldiyi yerə qayıtmaq istəyir. Yəni hidrolizdə kim hardan gəlibsə ora qayıtmağa can atır, belə düşünün. Dəmir hardan gəlib? Dəmir ekvivalentidirsə, bu dəmir OH2-dən gəlib. Xlor hardan gəlib? H-xlordan gəlib. Hər kəs gəldiyi yerə qayıtmaq istəyir hidrolizdə, belə düşünün. Duzun parçalanması nəticəsində hər kəs katyonda, aniyonda hardan gəlmişdirsə, o kökünə qayıtmaq istəyir. Belə düşünün, yəni sadə məntiq olaraq. Dəmirə 2OH qaytarmalıyam o zaman, xlora da 1H qaytarmalıyam. Sadəcə zəif turşunun aniyonu və ya zəif əsasın katyonu bunlar olarsa, onlara qaytaracağımız H və ya OH-ı mərhələ-mərhələ qaytarırıq. Sadə məntiq budur yoldaşlar, yəni. Sadə ən doğru məntiq bunu deyə bilərik, yəni. Ki, məsələn, dəmir zəif əsasın katyonu olduğu üçün buna qaytaracağım 2 dənə OH-ı mərhələli qaytarmalıyam. Yəni burada 2 mərhələ olacaq. Eyni zamanda natrium 2 CO3-də CO3 zəif turşunun aniyonu, yəni 2 əsaslı turşunun qalığı olduğu üçün buna 2 mərhələdə H-larını qaytaracağım. Bu da 2 mərhələdə olacaq. O zaman 1 və 4 cavab ola bilməz. 2 və 3 olacaq. Çünki onlar gümüş və CH3COH bir əsaslı turşunun, bir turşulu əsasın qalıqlarıdır. Daha sonra 10-cu sualımızda deməli, reaksiya daxil olan XYZ maddələrini müəyyən edin. Yoldaşlar, ən bəsit formada indi Bepsi al demişdim. Berilyum, fosfor, silisium, alüminium. Burada deməli hidrogenlə reaksiya qabiliyyəti. Hidrogenlə əgər Y həm hidrogenlə, həm su ilə reaksiya daxil olursa, o zaman Y-in altından həmçinin X də hidrogenlə reaksiya daxil olur. Y hidrogenlə reaksiya daxil olursa, demişəm Bepsi al hidrogenlə reaksiya daxil olmur. Düzdür, bir haşiyə çıxın burada əsas da müəllimlər üçün. İndi sinif proqramında, sinif kitabında var deyə bu qaydalarla gedirik. Məsələn, fosforla hidrogen az çıxımla da olsa, yüksək təzyiq altında reaksiya gedə bilir. Silisiumla da düzdür, bu müəyyən qədər az çıxımla da olsa baş verə bilər əslində bu reaksiyalar. Sadəcə indi bizim proqram üçün necədirsə, o formada indi kitabda dimdə, yəni həmişə kitab bilirsiniz ki, sinif kitabı nədirsə, o əsas prioritet tutulur. Yəni orada nə varsa ondan kənara çıxmağa icazə verilmir. Ona görə də yəni həmin qaydalar əsasında qurulur bu test. Bepsi al, yəni berilyum, fosfor, silisium, alüminium. Bu kimi elementlərlə hidrogen reaksiya daxil olmur.
proqramımız üçün yəni. Onda X, Y-in altından hidrogenlə reaksiya daxil olduğu üçün Bepsalı silirəm. Fosforu silirəm. Silisiumu silirəm, fosforu silirəm. X, Y-in altından. Qalır A ilə B bəndi. Gördünüz? Bunlar eyni şeydir. Mis və kalsiyum qaldı Z-in altında. Mis su ilə reaksiya girməz. Çünki mis hidrogen qazı çıxara bilmir. Kalsiyum hidrogen qazı çıxara bilər. B bəndi gedər reaksiya. Gəldik. Molekulunda 15 sigma rabitə olan doymuş monoamin molekulunda polyar kovalent rabitələrin maksimum sayını hesablayın. Molekulunda 15 sigma rabitə olan, arkadaşlar doymuş monoamindirsə, bu deməli CnH2n plus 1 NH2'dir. Əgər burada 15 dənə sigma rabitə varsa yoldaşlar, yəni bunu həmişə yadda saxlayın ki, bizim baxın, bu istəyir 1 lamin olsun, istəyir 2 lamin olsun, fərqi yoxdur. Nətər olur olsun, nətər olur olsun. Bunun formulunu ümumi olaraq belə yaza bilərsiniz. Heç bir problem yoxdur. Yəni heç bir problem yoxdur. Belə yaza bilərsiniz. Və sigma rabitələrin sayı həmişə atomların sayından bir vahid az olur. Niyə? Çünki iki atomu bağlayan minimum xəttdir. Belə deyək də, minimum deyəndə, yəni sigma rabitə bilirsiniz ki, yəni bir qatsa sigmadır, iki qatsa yenə biri sigmadır, üç qatsa yenə biri sigmadır, fərqi yoxdur. Yəni iki atomu ən azı bir dənə sigma rabitə ilə bağlaya bilərik biz. O da sigmadır, düzdür? Ona görə də həmişə nə qədər pi də olsa, nə də olsa, atomların sayından bir dənə az sigma rabitə olur. Açıq quruluşlu birləşmələrdə siklik keçərli deyil bu qaydaya. Ona görə açıq quruluşlularda bir dənə az olduğu üçün 15 sigma rabitə varsa 16 atom olmalıdır. Atomların sayı 3n plus 1 plus 3 dənə də bu. 3n plus 4 bərabərdir 16'ya. 15 sigma varsa 16 atom olmalıdır da. 3n plus 4 bərabərdir 16, 3n bərabərdir 12, n bərabərdir 3. İndi n'in sayı 3'dür yoldaşlar. Baxın, bir qaydaya fikir verin ki, mən əgər deməli polyar kovalent rabitələrin sayını maksimum istəyirəmsə, onda karbonların bir-biri ilə görüşmə ehtimalını yox eləməliyəm. Karbonları bir-biri ilə görüşdürməməliyəm. Çünki karbonlar bir-biri ilə görüşəndə qeyri-polyar rabit yaranır. Mən polyarın sayını maksimum istəyirəmsə, karbonları uzaq tutmalıyam. Bəs karbonları necə uzaq tuta bilərəm bir-birindən? Karbonları yoldaşlar, əgər biz üçlü amin yaratsaq, o zaman karbonlar bir-biri ilə yox, azotla görüşəcək deyə polyarların sayı daha çox olacaq. Ona görə burada polyar kovalent rabitələrin maksimum sayı necə olar? 3n bərabər 4 edir. 3n bərabər 12, n 4 edir. N bərabər 4 edir. Deməli, 4 dənə karbonu bu azotun ətrafında düzəcəm. Hidrogenlərim onsuz ki, neçə hidrogenim varsa, hidrogenlərimin hamısı polyar kovalent rabitədir. Neçə hidrogenim var mənim? Deməli, hidrogenlərimin hamısı polyar kovalent rabitə olacaq da. 2n plus 1, 2 dənə də bu. Bütün hidrogenlər polyardır zaten. Düzdürmü? Neçə dənə hidrogen eləyir? 11 dənə hidrogen eləyir də, elə 11 dənə hidrogen, hə. 11 dənə hidrogen, yoxsa 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə hidrogen eləyir, hə. 11 dənə hidrogen polyardır. Əlavə olaraq 12, 13, 14. 3 dənə də bu. Polyar kovalent rabiti. Cəmi oldu 14 dənə. Belə, bu çətin sual deyil. Bəsit sualdır. 12-ci sual, belə suallar topluda da, Möhtəşəm 26 bizim kitablarda da həddən ziyadə çoxdur. Mənə elə gəlir ki, bəsit sualdır bu da. Deməli, 960 qram mis sulfatın suda həll olması zamanı 396 kilojol istilik ayrılarsa, 960 qramı 396 kilojol istilik verirsə bizə,
Bəs yaxşı, bunun 1 molu 160 qramı nə qədər istilik verər? X bərabərdir buradan 6 dəfə az, 6 dəfə az 36-da 6, o da 1, 61 mi eləyir? Yenə hesablayayım. 160 vur 396 böl 960. Mən düz böldüm də. 66 ilə daxil oldu. Hə, 36 qalır, 3 qalır burada. Qalır 36. Deməli 66 eləyir bu reaksiyanın istilik effekti. Deməli bu reaksiyadan, yəni daha doğrusu mis sulfatı suda həll eləyəndə 36 kilojoule istilik ayrılır. Onda yazaq gəlin. Mis SO4 üstə gəlinsin H2O alınır məhlul, mis sulfatın suda həll eləyib məhlul yaratması plus 66 kilojoule imiş. Eyni qaydada digər iki reaksiyanı da köçürək qoyun bura. Mis SO4 vur 5H2O, yəni kuporosun suda həll olub məhlul yaratması plus X-dir. Plus X yazmayaq, X yazaq. Plus minus olacağı bilinmir. X. Deməli, mis SO4 plus 5H2O alınır mis SO4 vur 5H2O. Bu isə hidratlaşma reaksiyası ekstermikdir zaten 77.5. Deməli bu 3 dənə reaksiya verilib bizə. Arkadaşlar Hess qanununu bilirik yəqin ki. Yəni mərhələlər, məsələn bir reaksiyadan əgər mən bir A maddəsini sintez eləyəcəmsə, o A maddəsini gedib dolayı yolla bir neçə mərhələdən də aparıb sintez eləsəm, gedəcəyim bütün mərhələlərdə ayıracağım enerji birbaşa mərhələdəki enerjiyə yenə bərabər olmalıdır. Yəni getdiyimiz yollardan asılı deyil. Bunu biz belə deyirdik. Tə xatırlayırsınızsa ki, dərsdə də məsələn mən hər hansısa bir dərman alacağam məsələn. Bir siyahı veriblər mənə, resept veriblər. Bunun qiyməti 50 manatdır tutaq ki. Mən bu 50 manatlıq dərmanı gedib filan bir aptekdən hamısını alsam, yenə 50 manatlıq xərcləməliyəm o reseptdə, qiymətlər sabitdir də deyək ki. Gedib bu 50 manatlıq resepti girib A aptekinə, oradan 10 manatını alsam, gedib B aptekinə, qalan 40 manatda orada xərcləyəcəm, nə məcbur. Çünki cəm 50 manatdırsa onun qiyməti. Mən 50 manatı xərcləməliyəm, o 50 manat məndən çıxmalıdır. Ona görə mərhələlərin cəmi həmişə birbaşaya bərabər olmalıdır. Problem nədir bəs? Problem mərhələni tapmaqdır. Bəzən daha doğrusu hətta çox hallarda mərhələləri tapa bilmirik deyə problem yaşayırıq. Mənə elə gəlir ki, mərhələləri tapa bilməmək bizə problem yaradır. Ona görə də gözəl bir yolumuz var ki, həmişə oxun, yəni reaksiya oxunun, tənliyin sağ tərəfində olan maddə, bax X yazıram bura. Bir dənə də bura X yazıram. Bir verim bir dənə bu yola. Əgər bir maddə bir dəfə reaksiyanın sağında, bir dəfə də reaksiyanın solundadırsa, həmin reaksiyalar mərhələlərdir. Həmin reaksiyaların cəmi digər reaksiyanı verəcək. Diqqətlə baxaq. Deməli, əgər reaksiyalarda hər hansısa bir maddə tapırsınız, diqqətlə baxıb tapırsınız. Bir maddə əgər bir dəfə reagent olub, bir dəfə məhsul olubsa, həmin reaksiyalar bizim mərhələlərimizdir. Həmin reaksiyalar bizim mərhələlərimizdir. Deməli, bir dəfə reagent, bir dəfə məhsul. Bunlar bizim mərhələlərimizdir. Bunların cəmi digər reaksiyanı verəcək. Bu qədər bəsit yəni. Məsələn, baxıram, axtarıram. Mis sulfat X, mis sulfat vur 5 su da. Mis sulfat vur 5 su X. Bir dəfə girib, bir dəfə çıxıb. Gördünüz? Yəni, bu nə deməkdir? Elə bil, mən tutaq ki, bunu almışam, amma kifayətlənməmişəm bunu almaqla, aparıb bir də bunu reaksiya daxil eləmişəm. Deməli, bu mənim mərhələlərimdir də. X-i aldım, bundan qəbullanmadım. Apardım, X-i reaksiya daxil elədim. Deməli, bu mənim mərhələlərimdir. Ona görə mis sulfat vur 5 su, X yəni, X deməyim, A yəni, nədirsə artıq. Bir dəfə reagentdir, buradakı X-ə görə deyirəm. Bir dəfə reagentdir, bir dəfə məhsuldur A.
Bir dəfə reagent, bir dəfə məhsul olduğu üçün bunlar mənim mərhələlərimdir. Və bu mərhələlərin cəmi birbaşaya bərabərdir. Yəni 66 bərabərdir. X plus 77,5. X də buradan bərabərdir. Mənfi 11,5 min nəmi belə bir şey. Problem yoxdur inşallah. Yoxdursa davam edək. 13-cü sual. 13 də deyəsən asan suallardandır. Oy, olmadı. Hə. Deməli 13-cü sualda, baxın işə sual deyəsən. 13-cü sualda necə eləyəcəyik yoldaşlar? XY maddələri etandiol 1,2 və etanoldur. M2 böyükdür M1. Yoldaşlar 2 atomlu spirtlər bilirsiniz ki, artıq miqdarı natriumdursa əgər 2 atomlu spirtlərdə 2 OH qrupu olduğu üçün 1 molu 2 mol, 1 molu 1 mol hidrogen çıxarır. 1 H2. 1 mol etanol, etilen glikol, etanol dedim. 1 mol etandiol, yəni etilen glikol 1 mol hidrogen çıxarır. Etanolun isə 1 molu yarım mol hidrogen çıxarır. Ona görə əgər ayrılan hidrogen qazının miqdarı eyni mola görə M2 M1-dən böyükdürsə, onda M2 etilen glikolun çıxartdığı hidrogen qazı olmalıdır. Ona görə Y-ə etilen glikol deyirik. Y etilen glikoldur. Yəni etandioldur. Etilen glikol. X isə yoldaşlar etanol olmalıdır. Belə. İndi molekulunda pi rabitə yoxdur. Baxaq görək. Kimin molekulunda pi rabitə yoxdur? Heç birinin molekulunda. Çünki ikisi də doymuşdur. Ona görə 3-ün altında 1 olmalıdır. Daha sonra glukozanın qızqırmasından alınır. Etanol. Bilirsiniz glukozanın 3 cür qızqırması var idi. Etanol glukozanın qızqırmasından alınır. Ona görə bir dəqiqə, X oldu etanolumuz da, hə. X-in altından 2 gedəcək. Lavsan istehsalını tətbiq olunur. Lavsan bu polimerlər, liflər üçün bir qayda demişdim sizlərə. Nahlət olsun. Bu uşaqların sevdiyi bir şeydir. Nahlət olsun. Yəni bu nə deməkdir? Nahlət olsun nə deməkdir? Neylon lifi adipinlə heksametilen diamindən əmələ gəlmişdir. Nahlət olsun. Neylon lifi adipinlə heksametilen diamindən. Lavsan lifi etilen glikolla tərəfdal turşusundan əmələ gəlmişdir. İndi bacardığımız qədər indi sizin üçün bir qısa yol hazırlamışıq. Bəyənərsiniz, bəyənməzsiniz. Deməli, lavsan lifində etilen glikol olacaq. Lavsan lifində etilen glikol. Hani bu etilen glikol? Y idi də. Bunun altında 3 olacaq. HNO3 ilə mürəkkəb efir əmələ gətirməsi. Bilirsiniz ki, qeyri-üzvi oksigenli turşular və ya üzvi turşularımız spirtlərlə deyirik. Demirik ki, bir atomlu spirtlə, 2 atomlu spirtlə. Bizə OH qrupu lazımdır ki, efirləşmə prosesi geçsin spirtdən olan. Daha bu bir atomlu da olsa, 2 atomlu da olsa gedəcək proses. Ona görə deməli 4 mürəkkəb əmələ gətirməsi hər ikisinə ortaqdır. Hər ikisinə ortaqdır yoldaşlar. Ona görə 3-ün altından 4 olacaq. 3-ün altından 1, 4 olan cavabı D-də var. 1-in altından 2 cavabı D-də də elə. Hə, oldu. D bəndə 13-də. Belə. Başqa keçək növbəti suala. 14-cü sual. Deməli, X, Y, Z 2, 3, 4-cü dövrün qələvi metallarıdır. Hansı reaksiyalar doğru deyil? Arkadaşlar, burada 2, 3-cü dövrün qələvi metallarıdır. Qələvi metaldırsa yoldaşlar,
lityum, natrium, kaliumdursa əgər, avtomatik olaraq ən az ayrı olan, 7 olan bu Z olmalıdır deməli lityum. Ondan sonra A olmalıdır deməli natrium. Ondan da yuxarıda olan olmalıdır kalium. Yəni X natriumdur, Y kaliumdur, Z lityumdur. İndi X deməli X natrium olduğu üçün natrium oksigenlə natrium 2O2 əmələ gətirir. Hə, natrium 2O2 əmələ gətirir. Bir düzdür. X natrium bir düzdür. Bizdən doğru deyirlərsə axırda nəzərə alırıq. Bir düzdür yoldaşlar. 2. Deməli Y oksigenlə Y kimdir? Kalium. Kalium oksid yaratmır. Kalium süperoksid. Kalium 2O yaradır. Bu heç, bu səhvdir. ZNO3, Z lityumdur. Lityum parçalanarkən oksidinə, NO2-yə, O2-yə parçalanır. Hə, 3-də düzdür. Deməli 4 XNO3, X burada natriumdur. Natrium parçalanarkən natrium NO2 plus O2 4 düzdür. 5 YNO3 parçalanarkən ümumiyyətlə aktiv metalların heç birində metalın özünün yaranması variantı yoxdur. Z lityumdur. Lityumda yoldaşlar süperoksid yox, oksid yaradır. Deməli 2, 5, 6 B bəndi. 14 Bakı bəndi. 2, 5, 6. 2, 5, 6. 14 B bəndi Bakı. Bizdən doğru deyilləri istəyir deyə minusları seçirəm. Minusları seçirəm. Doğru deyilsə pluslara baxarıq. 14 gəldik 15-ci sualımıza. Hə. 15-ci sual. 15-ci sualı deməli mənə biraz suallarla bağlı iradlar da gələndə ən çox bu sualla bağlı da soruşulurdu ki, bəs uşaqlar bu reaksiyanı bilmir axı. Sinif kitabında bu reaksiya yoxdur axı. Bu problem biraz deyəsən cəmaatı narahat edib ki, bəs sinif kitabında olmayan bir reaksiyada düşür. Nə bilim, qəti surətdə yoldaşlar, sinif kitabında olmayan bir reaksiya sizə düşməz, düşə də bilməz. Sadəcə indi sualın düzgün həlli olmayanda, belə düzgün həllini eləməyəndə ehtiyac olur reaksiyaya. Amma sualın düzgün həllini eləyiriksə əgər, qəti şəkildə hər hansısa bir reaksiyaya ehtiyac yoxdur. İndi bunu mən şəxsən reaksiyanı bilmirəm. Şagirdəm, imtahandayım, reaksiyanı bilmirəm. X duzu alınıb, alınsın. 4 mol fosforun artıqlaması ilə götürülmüş natrium OH məhlulu ilə reaksiyasından 1 mol qaz alınmışdır. X maddəsinin 1 molunda 1 mol fosfor atomunun olduğu məlumdursa, bu birləşmədə fosforun oksidləşmə dərəcəsini müəyyən edin. Yəni burada nə bilim alınacaq duzlarla işləmək və s. işləmək, yəni bu şagird üçün qəti mümkün deyil. Çünki şagird bu reaksiyanı bilmir. Bilmirəm bəlkə də mənim heç şagirdlərimdən bunu bilən var, yox. Açığı yəni adamın hamının yadından çıxır da reaksiya. Çünki aktual bir istifadə edədiyimiz reaksiya deyil axı bu reaksiya. Ona görə nə etməliyik? Sualın real həlli nədir yoldaşlar? 4 mol fosforun artıqlaması ilə götürülmüş, yəni 4 mol fosfor var. Natrium OH molekulasiyadan 1 mol qaz alınmışdır. Alınmış qaz məlumdur pH3. pH3. Və X maddəsinin 1 molunda 1 mol fosfor atomunun olduğu məlumdursa, bu birləşmədə fosforun oksidləşməsini müəyyən edin. Yoldaşlar, birinci növbədə diqqət etməliyik ki, bu fosforun natrium OH-la reaksiyasından əgər duz yaranacaqsa, X duzunun içində natrium varsa, natriumun oksidləşmə dərəcəsi dəyişə bilməz. Çünki natrium birləşmənin içində müsbət 1-dir, bu birləşmədə də müsbət 1-dir. Oksigen duzun içində yenə də mənfi 2-dir. Hidrogen varsa əgər yenə müsbət 1-dir. O zaman mənim nə hidrogendən, nə oksigendən, nə natriumdan elektron uma bilmərəm. Mən onlardan elektron ala bilmərəm, verə bilmərəm. Çünki onlar redoks prosesində iştirak eləmirlər. Eləyənlər kimlərdir o zaman? Natrium. Niyə eləmir yoxsa? Dediyim kimi də duzun içindədirsə, bilirsiniz ki, oksigen duzlarda mənfi 2-dir. Natrium birləşmənin içində müsbət 1-dir. Hidrogen müsbət 1-dir. O zaman
Mən bu duzun içində burada natriumdan, oksigendən, hidrogendən elektron ummuram. Elektron gözləmirəm onlardan. Onlardan nə almayacağam, nə verməyəcəm. Problem deməli fosforlandır. Bizim işimiz fosforlandır. Yaxşı, fosfor nə edib bəs? Sıfırdan gəlib, mənim 4 mol fosforum var. 4 mol fosfordan 1 mol qaz alınıbsa, 1 molu pH3 kimi tərk edibsə bizi, yerdə mənim 3 mol fosforum qalmayıbmı? Qalıb. Daha nəyin içindədir, kimin içində bizi maraqlandırmır yəni. Nə bilim, o natrium 2H2PO2 oldu, natrium 2H3PO2. Nə olur olsun yəni, o bizi maraqlandırmır orası. Nəyin içində istəyir olsun yəni. 4 fosfor sıfırdır. Sol tərəfdə sıfırdır. Hidrogen müsbət 1, o zaman fosfor olur -3. Sıfırdan müsbət sıfırdan -3'ə. Sıfırdan -3'ə gələndə bir fosfor daxı burada. 3 elektron vermişəm. Daha almışam, üzr istəyirəm. 3 elektron almışam. Mən sıfırdan -1 mol fosfor var axı burada. 1 mol fosforum mənim. Əgər 3 elektron qəbul eləyibsə, bunun qəbul elədiyi elektron göydən mi düşür? Kimsə verir də bu elektron. Kim verir? O birisi fosfor verir. Yəni bu reaksiya da natrium, hidrogen, oksigen dəyişmədiyi üçün alan da fosfordur, verən də fosfordur. O zaman 3 elektronu qəbul elədim mən. 3 elektronu kimdən qəbul elədim? O birisi fosfordan. Yəni fosforun bir qismi də buradadır da. 1 mol fosfor deməli 3 elektron aldı. Onun aldığı 3 elektronu qalan digər 3 fosfor verəcək. 3 fosfor indi 3 elektron verməlidir. Onda hər fosfor neçə elektron verməlidir? 1 elektron verməlidir. Hər fosfor 1 elektron verəndə dərəcəsi neçə olar? Müsbət 1 olar. Yəni sualın, mən yenə deyirəm, sualları bəzən izah edirəm. Sualı izah edəndə uzanır, gedir. 50 dənə əlavə söz deyirəm. Amma sualın əslində baxan kimi 10 saniyəlik qısa həlli var da yoldaşlar. Ehtiyac yoxdur ki, siz burada reaksiya əzbərləməliyik, xofuna düşəsiniz. Düşünəsiniz ki, məsələn müəllim biz bu reaksiyanı necə öyrənəcəyik? Söhbət bir dənə reaksiyadan getmir də. Bir dənə proqramda olmayan reaksiya düşəndə şagirdlərin canına qorxu gəlir ki, bəs ay aman əlavə reaksiya var, əlavə reaksiyalar düşəcək. Qətiyyən elə bir şey ola bilməz. Çünki texniki tapşırıqda və yaxud əlavə hər hansı bir tapşırıqda mütləq qeyd olunur ki, sinif kitabından əlavə hər hansısa bir reaksiya belə olmasın. İndi ola bilər bir dənə reaksiya əmsallaşdırma üçün verərlər, əmsallaşdırma başqa məsələ. Amma yox, səndən bu duzun alınması tələb olunmur. Hansı duzdur bilməli deyilsən zaten bunu. Bilməsən də heç nə dəyişmir. Yəni gördüyünüz kimi yoldaşlar, burada 4 fosforumuz var. 4 fosfordan yenə də istəyirsiniz üzərindən keçeyim, hər ehtimal üzərindən keçeyim. Deməli bizim bu reaksiyamızda 4 mol fosforumuz var yoldaşlar. 4 mol fosforumuzdan 1 molu pH''də gedib pH3'ə gedibsə əgər sıfırdan -3'ə gedib sıfırdan -3'ə gedəndə 3 mol 1 molu yəni -3'ə gedəndə 3 mol elektron qəbul edilmişdir. 3 mol elektron yazdım bura, qəbul etdim. 3 mol elektron aldım. 3 mol elektron aldım. Bəs yaxşı 4 mol fosfor var idi. 1 mol fosfor buradadır. Yerdə nə qaldı bəs? Yerdə 3 mol fosfor qalıb da mənim. Digər birləşməmin üçün 3 mol fosfor olmalıdır. O 3 mol fosfor verib mənə bu 3 mol elektronu. Yenə deyirəm, natrium dəyişməyib, hidrogen dəyişməyib, oksigen dəyişməyib. Duzun içində natriumda müsbət 1'dir, oksigen -2'dir, hidrogen müsbət 1'dir. Dəyişmir onlar. 3 mol fosfor 3 elektron, 3 mol elektron verəcək mənə. Onda hər fosfor 3 elektron verirsə, hərəsi 1 elektron verir. Hərəsi 1 elektron verəndə də olur müsbət 1. Bu qədər. Yəni suallara uzun-uzadı yollar gedib sualları zorla çətinləşdirmək olmaz yoldaşlar. Elə bir çox sual qalmayıb. Düşünürəm ki, digər hissəsini də növbəti situasiya ilə bir yerdə paylaşaram ki, sizlərə asan olsun dinləməkdə. Çox sağ olun dinlədiyiniz üçün, minnətdaram. Növbəti suallarım da praktik qısa yolları ilə, hətta burada 24-cü sual var ki, onlar da çox sadə suallardır, amma uzun yollarla qətiyyən özünüzü yormayın.
Hamısının qısa yollarını izah eləyəcəm inşallah. Çox sağ olun.